Hər vaxtınız xeyir. Bugünkü mövzumuz ədatdır. Ədat da köməkçilik hissələrindən biridir və ədatın əsas funksiyası, vəzifəsi nədir? Cümlələrdə və yaxud sözlərin əvvəlində işlənərək həmin sözün, cümlənin təsir gücünü artırır. Yəni təsir gücünü artırmağa xidmət edir. Bir də testlərdə belə bir sual düşür ki, cümlədən hansı çıxarılsa cümlənin mənasına ciddi bir xələl gəlməz. Mənasında dəyişiklik baş verməz. Bu ədatdır. Yəni ədat cümlədən çıxarsa sadəcə cümlənin mənası, yəni məna qüvvəti bir qədər zəifləyə bilər. Sadəcə bu hal baş verə bilər. Mənasında ciddi bir dəyişiklik yaranmaz. Sonra ədatın quruluş məsələsindən danışırıq. Ədatlar da sadə və mürəkkəb olur. Qeyd etdiyimiz kimi köməkçilik hissələrində düzəltmə anlayışı yoxdur. Ya sadə olurlar, ya da mürəkkəb olurlar. Məsələn, kaşki mürəkkəb ədatımızdır. Sonra məgərdir, məgər, ki, yəni, qoy, bax, gör, sonra belə, hətta, ən, lap, daha və s. Bunlar nədir? Bunlar da quruluqca sadə olan ədatlardır. Sonra ədatların məna növündən danışacağıq. Ədatların hansı məna növü var? Birinci əmr ədatlarından danışaq. Əmr ədatları. Məsələn, gəl ədatı var, gör ədatı var, gəlin ədatı var, de ədatı var, qoy ədatı var, bax ədatı var. Sonra ha ədatı var, əmr ədatı kimi. Ha indi digər məna növündə də görəcəyik. Sana ədatı var, sana, sənə şəkilçiləşmiş versiyada. Sonra gəl sana, gəl sənə, gəl sana. Bax, bu ədatlar nədir? Əmr ədatlarıdır. Sonra qoy sana ədatı da var, qoy sana və s. Bax, bu ədatlar əmr ədatlardır və cümlədə nisbətən əmr məzmununu verir də. Amma əmr məzmununu versə də biz orada bunu əmr sözü kimi götürmürük. Sadəcə əmr ədatları deyirik. Nisbətən əmr vermək mənasında çıxır. Sadəcə bunlar bəzən feillərlə qarışdırılır. Əmr şəklində olan feillərlə qarışdırılır. Necə qarışdırmayacağıq? Baxın, cümlədə əgər bunlardan başqa bir feil, bir xəbər varsa, biz bunlara ədat deyəcəyik. Necə? Məsələn, deyirəm ki, stoldakı meyvələrə bax. Stoldakı meyvələrə bax. Baxın, bu variantda burada artıq bax olacaq nə? Feil. Feil kimi işlənəcək. Çünki ikinci bir feil yoxdur cümlədə ki, mən burada baxa ədat deyim. Bir də baxın ədat kimi işləməsi məqamı. Əgər bir cümlədə artıq bir xəbərimiz və yaxud feilimiz varsa, orada biz deyəcəyik ki, bax və yaxud qoy, gəl, gör, gəlin. Bunlar nədir? Bunlar ədat kimi çıxış edir. Məsələn, deyirəm ki, bax, sənə deyirəm. Bax, sənə deyirəm. Görürsünüz, deyirəm. Nə edirəm, deyirəm. Bir xəbərimiz var. Və artıq cümlədə bir xəbər olduğuna görə, feil olduğuna görə biz burada baxa nə deyəcəyik? Ədat deyəcəyik. Yəqin ki, nə demək istədiyim aydın oldu. Sonra qoy sözünü burada ədat kimi işlədək və feil kimi işlədək. Qoy. Məsələn, deyirəm ki, kitabı stola qoy. Burada qoy nədir? Feildir. Bir dənə feilimiz var. Bir də var, deyirəm ki, qoy var olsun. Qoy var olsun. Qoy var olsun elimiz. Qoy var olsun elimiz. Burada qoy ədat olacaq. Çünki var olsun feilimiz var artıq. Bir feilimiz varsa biz buna nə deyirik? Yəni sadə cümlədən söhbət gedir uşaqlar. Burada qoya nə deyirik? Qoya deyəcəyik ki, ədat rolunda çıxış edir. Sonra ikinci sual ədatlarımız var. Sual ədatlarımız hansıdır? Bəsdir, məgər, yəni, bir də m+4 ədatı. Məsələn, deyirəm ki, bəs sən gəlmirsən. Burada bəs nədir? Sual ədatı rolunda çıxış edir. Sonra arzu ədatlarımız var. Kaş ki, kaş, təki, gərək. Sonra bəzən bircə sözünün özü,
bircə, bir sözünün özü bir neçə məna növündə işlənir. Diqqətə çatdıracağıq. Kaş ki, kaş, təki, gərək və bircə, bir sözləri arzu ədatı kimi işlənir. Məsələn, deyirəm ki, bir arzuma çatsaydım. Görürsünüz, burada arzu edir. Burada bir nədir? Arzu ədatıdır. Və yaxud var arzuma çatsaydım, kaş ki arzuma çatsaydım, kaş arzuma çatsaydım, tək arzuma çatsaydım. Görürsünüz, burada nədir? Arzu mənasını bildirir. Sonra təsdiq və inkar ədatları. Hə, yox, bəli, heç, heç də. Bunlar nədir? Xeyr. Bunlar da təsdiq və inkar ədatlarıdır. Məsələn, deyirəm ki, bəli, biz də gedəcəyik. Yox, siz gəlməyəcəksiniz. Heç də elə fikirdə deyiləm. Bax, bunların hamısı nədir? Təsdiq və inkar ədatlarıdır. Sonra ədatların hansı məna növləri qaldı? Qüvvətləndirici ədatlarımız. Qüvvətləndirici lap, ən, daha, sifətin çoxaltma dərəcəsini düzəldəndə bunlarla tanış olmuşuq. Hətta, sonra düz, sonra yenə bir, bircə, burada da var. Baxacağıq, hansı cümlədə arzu məzmununu bildirirsə, orada arzu ədatları olacaq. Yox, qüvvətləndirici məqamını yerinə yetirdikdə, orada olacaq qüvvətləndirmə ədatı. Sonra nə dedik? Cacə ədatı, belə ədatı, cacə ədatı. Sonra ha ədatı, ha ədatında da bayaqları indi qüvvətləndirici ədat dedik, həm də əmr ədatı kimi işlənir. Yenə dərsin sonunda toxunacağıq. Hansı məqamda qüvvətləndirici ədatdır, hansı məqamda deməli əmr ədatı rolunda çıxış eləyir. Sonra dəqiqləşdirici ədatlarımız var. Dəqiqləşdirici ədatlarımız məhz, əsil, elədir. Elə mən deyən adamdır. Məhz mən deyən adamdır. Burada da nədir? Ədat rolunda dəqiqləşdirici ədatlar kimi çıxış eləyir. Bir də məhdudlaşdırıcı. Məhdudlaşdırıcı ədatlarımızda təkcə, deyir, təkcə sən gedə bilərsən, tək sən gedə bilərsən, yalnız sən gedə bilərsən, yalnız, ancaq. Bağlayıcıda ancaqdan danışdıq. Hansı məqamlarda yalnızdan əvəz ediləndə nə olur? Ədat olur. Digər mənada amma, ancaq, amma ilə, lakin ilə əvəzləyəndə isə bağlayıcı rolunda çıxış eləyir. Sonra bir sözü məhdudlaşdırırsa cümlədə, bircə sözü məhdudlaşdırma mövqeyini yerinə yetirirsə, burada da olacaq məhdudlaşdırıcı ədat. Məsələn, deyirəm ki, bircə sənə inanıram. Baxın, yalnız sənə inanıram. Məhdudlaşdırıcıda, yəni heç kəsə inanmır, təkcə sənə inanır, bircə sənə inanır. Bu bircə, bir, gördünüz, həm məhdudlaşdırıcı ədat kimi çıxış elədi. Sonra qüvvətləndirici ədat kimi çıxış elədi. Bir də arzu ədatı kimi çıxış elədi. Biz digər arzu ədatlarının biri ilə əvəzləyə biliriksə, bu bircə sözlərini orada arzu ədatıdır. Yox, məhdudlaşdırıcı ədatların hər hansısa biri ilə əvəzləyə biliriksə, məhdudlaşdırıcı ədat rolunda çıxış edir. Qüvvətləndirici ədatlardan hər hansısa biri ilə əvəzləyə biliriksə, orada da qüvvətləndirici ədat rolunda çıxış edəcək. Bu da onları ayırd etməyin digər bir məsələsi. Sonra biz danışacağıq burada ədatların digər hissələri ilə fərqləndirilməsi məsələsindən ki, haqqında danışmışdıq. Bağlayıcı rolunda çıxış eləyir və ədat rolunda çıxış eləyir. Burada da buna toxunmayacağıq. Çünki bağlayıcı bəhsində bu haqda kifayət qədər danışmışıq. Sonra ancaq sözü, yəni sözü həm bağlayıcı kimi işlənir, həm ədat kimi işlənir. Bu məsələyə də toxunmuşuq. Ancağı dedik, yalnızdan əvəzləyə biliriksə, burada ədatdır. Yox, bağlayıcılarla əvəzləyə biliriksə, bağlayıcı rolunda çıxış etmiş olacaq. Sonra elə və belə sözlərindən danışaq burada. Elə və belə. Elə və belə həm ədat kimi işlənir, həm də biz dedik əvəzlik kimi işlənir. Məsələn, suala cavab verdikdə orada olacaq əvəzlik. Suala cavab verdikdə. Məsələn, deyirəm ki, elə belə insan görməmişəm. Necə insan görməmişəm, elə insan görməmişəm. Necə insan görməmişəm, belə insan görməmişəm. Görürsünüz, suala cavab verdiyinə görə burada olacaq nə? Əvəzlik. Bu cümlədə olacaq əvəzlik. Bir də var deyirəm, elə mən deyəndir. Mən deyəndir.
Şu suala cavab vermir. Elə mən deyəndir. Baxın, məhz mən deyəndir. Belə mən deyəndir. Məhz mən deyəndir. Görürsünüz, məhz ədatı ilə əvəzləyə bilirəm. Məhz ədatı ilə əvəzləndiyimə görə burada nə rolunda çıxış edəcək? Ədat rolunda çıxış edəcək. Çünki elə məhdudlaşdırıcı ədat idi axı. Digər bir məhdudlaşdırıcı ədatla əvəzlədiyimə görə orada nə olur? Ədat rolunda çıxış etmiş olur. Sonra əmr ədatlarından danışdıq. Əmr ədatları dedik, feillərlə fərqləndirilir. Onu da fərqləndirmə məsələsi haqqında danışdıq. Sonra hətta sözü haqqında danışa bilərik burada. Hətta həm bağlayıcı kimi işlənir, həm ədat kimi işlənir. Əgər cümlənin əvvəlində gəlirsə bu söz, cümlənin əvvəlində bir mənalı olaraq ədatdır. Deyirəm, hətta sən də gedəcəksən. Baxın, cümlənin əvvəlində gəldiyinə görə burada nədir? Bir mənalı olaraq ədat sayacağıq. Və cümlənin ortasında gördüksə ona bağlayıcı deyəcəyik. Məsələn, deyirəm ki, Aynuru hətta Ayseli də gördüm. Görürsünüz, cümlənin ortasında işləndə nə olur? Bağlayıcı rolunda çıxış eləyir. Sonra düz sözündən danışdıq. Düz sözü bir neçə məqamda işlənir dedik. Sifət kimi, özündən sonra isim gələndə sifət rolunda çıxış eləyir. Özündən sonra hərəkət bildirən söz gələndə zərf kimi çıxış eləyir. Sonra isim kimi düz, dərə mənasında, çəmənlik mənasında isim kimi çıxış eləyir. Bir də sapa düzmək feil kimi işlənir. Nəysə sapa düzmək feil kimi işlənir və bir də düz ədat mövqeyində çıxış eləyir. Ədat mövqeyində necə çıxış eləyəcək? Məsələn, deyirəm ki, lap sözü ilə əvəzləyə biləcəksinizsə. Deyirəm, düz yanımdan keçdi. Və yaxud düz qarşımda dayandı. Lap qarşımda dayandı. Lap qarşımda dayandı. Yəni ən yaxınlığımda dayandı. Lap yanımdan keçdi. Lapla əvəzləyə bilirsinizsə, orada artıq düz nə rolunda çıxış edəcək? Ədat rolunda çıxış etmiş olacaq. Bu da düz sözünün fərqləndirilməsi idi. Sonra əsl sözündən danışa bilərik. Əsl sözü sifət rolunda çıxış eləyir və ədat rolunda çıxış eləyir. Suala cavab verdikdə, yəni isimin qarşısında gəlib onu təyin elədikdə sifət rolunda çıxış eləyəcək. Suala cavab vermədikdə isə ədat rolunda çıxış eləyəcək və əsli məhzlə elə sözləri ilə əvəzləyə biliriksə, orada da ədat mövqeyində çıxış eləyəcək. Axı əsl dəqiqləşdirici ədatı idi. Elə idi, məhz idi, əsl idi. Bu ədatların hər hansıya biri ilə əvəzləyə biliriksə, orada ədat mövqeyində çıxış eləyəcək. Məsələn, deyirəm ki, əsl insan onun kimi olar. Necə insan? Əsl insan. Burada sifətdir. Görürsünüz, necə sualına cavab verdi. Əsl mən deyəndir. Baxın, əsl mən deyəndir, məhz mən deyəndir, elə mən deyəndir. Görürsünüz, elə ilə məhzlə əvəzləyə bilirəmsə, burada əsl ədat rolunda çıxış eləyir. İndi burada əsli əvəzləyin məhzlə, elə ilə. Məhz insan onun kimi olar. Görürsünüz, alınmır. Alınmadığına görə burada əslə nə deyirəm? Sifət deyirəm. Amma əsli yenə deyirəm, məhzlə, elə ilə, yəni dəqiqləşdirici digər ədatlarla əvəzləyəndə olur orada nə? Ədat mövqeyində çıxış etmiş olur. Sonra artıq sözü var. Artıq insan. Özündən sonra sifət gələndə, sifət təyin edəndə sifət olur. İsim gələndə sifət rolunda çıxış eləyir. Artıq danışma. Özündən sonra feil gələndə zərf mövqeyində çıxış eləyir. Bir də artıq ədat kimi işlənir. Məsələn, deyirəm ki, artıq bura gəlməyəcəm. Daha bura gəlməyəcəm. Görürsünüz, daha bura gəlməyəcəm. Deməli, artıq hansı ədatın ədatı idi? Qüvvətləndirici ədatı idi. Daha qüvvətləndirici ədatı ilə əvəzləyirəm, daha bura gəlməyəcəm. Deməli, burada artıq nədir? Ədat mövqeyində çıxış eləyir. Sonra da nə deyə bilərik? Burada nədən və necədən danışa bilərik. Nə, necə həm sual əvəzliyi kimi çıxış eləyir, həm də ədat kimi çıxış eləyir və nənin özü həmçinin bir variantda da var, bağlayıcı. Nə də inkarlıq məzmununu bildirəndə bağlayıcı mövqeyində çıxış eləyəcək. Deyirəm, nə gəlmədi, nə getmədi. Orada inkarlıq məzmununu bildirəndə olacaq bağlayıcı.
Sual anlayışı bildirəndə nə ilə necə olacaq sual əvəzliyi. Deyirəm ki, nə verdin, necə danışdı, necə getdi, nə yeyirsən. Görürsüz sual. Sual məzmununu bildirəndə olacaq əvəzlik. Əvəzlik. Məsələn, nə yeyirsən, necə danışdı, necə danışdı. Sonra bir də ədat kimi işlənir. Ədat kimi necə işlənir? Bir cümlədə nə ilə necəni əvəzləyə biliriksə, orada da nə ilə necə, nə mövqeyində çıxış edəcək? Ədat mövqeyində. Məsələn, deyirəm ki, nə yerində dedi? Necə keyf çəkməli əyyam idi. Necə keyf çəkməli əyyam idi. Baxın, nə yerində dedi, necə yerində dedi, görürsünüz, necə yerində dedi, necə keyf çəkməli əyyam idi, nə keyf çəkməli əyyam idi, görürsünüz. Burada əvəzləyə bilirsə, deməli nədir? Burada da ədat mövqeyində çıxış etmiş olur. Bir də yekun olaraq bircə sözündən danışaq, bircə. Bu bircə bütövlükdə də ola bilir, ədat ola bilir və bir say C plus ədat da ola bilir. C. Məsələn, deyirəm ki, bircə çay qalmışdı. Bircə çay qalmışdı. Bax, ikicə çay qalmışdı, üçcə çay qalmışdı. İkicə, üçcə sözü ilə əvəzləyə biliriksə, ikicə, üçcə. İkicə, üçcə sözü ilə əvəzləyə biliriksə, bir saydı, cacə ədatdır. Bir saydı, cacə ədatdır. Yox. Bircə sən bilirsən. Bilirsən. Bircəni yalnız sözü ilə əvəzləyə bilirəmsə, burada bircə bütövlükdə ədatdır. Baxın, yalnız sən bilirsən. Deməli, burada bircə nədir? Bütövlükdə ədat mövqeyində çıxış etmiş olur. Sonra burada nədən danışdıq? Burada mımi ədatından danışaq. Mımi ədatı sözə bitişik yazılır dedik. Və bir dənə ayrı yazılma məqamı var ki, da, də bağlayıcısından sonra gəldikdə bu mımi ədatı ayrı yazılır. Məsələn, deyirəm ki, səndə mi gəldin? Gəldin. Əslində, mımi ədatı sözə bitişik yazılmalıdır hər bir məqamda. Sadəcə bunu dadə bağlayıcısından sonra görsək ayrı yazılacaq. Bax, bu birinci məqam, yadda saxlamalı məqamlardan biri. Sonra ha ədatından danışdıq bayaqları. Dedik, ha ədatı bir əmr ədatı kimi işlənir, bir də qüvvətlendirici ədat kimi işlənir. Əgər bu ha ədatını feilin əmr şəklində olan sözdən sonra görsək, əmr ədatı deyəcəyik. Qalan bütün hallarda isə ona qüvvətlendirici ədat deyəcəyik bir mənalı olaraq. Məsələn, deyirəm ki, onu qoyma, ha. Onu qoyma, ha. Burada nədir? Burada əmr mövqeyində çıxış edəcək. Çünki əmr ədatından sonra gəlir. Məsələn, deyirəm ki, ora getməsin, ha. Ora getməsin, ha. Görürsünüz? Feilin əmr şəklində olan sözlərdən sonra gələndə, əmr şəklində olan sözdən sonra gələndə ha nə olacaq? Əmr ədatı. Qalan hallarda isə qüvvətlendirici ədat mövqeyində çıxış edəcək. Sonra biz bayaqları inkar ədatlarından danışdıq ki, təsdiq və inkar ədatlarından bəli, xeyr, bir də hə ədatından. Bax, bunlar cümlədə işlənəndə, cümlədə görsək, bu ədatların cümlənin əvvəlində işlənərsə özündən sonra, ortada işlənərsə hər iki tərəfindən, sonda işlənərsə özündən əvvəl vergül işarəsi qoyulur. Nidalarla modal sözlərdə olduğu kimi. Əvvəldə gördük özündən sonra, ortada gördük hər iki tərəfindən, sonda görsək isə özündən əvvəl vergül işarəsindən istifadə olunacaq. Bir də bəs və məgər ədatlarından danışdıq. Bəs və məgər. Silək təzdən yazaq. Bəs və məgər. Bunlar sinonim ədatlardır. Sinonim şəklində işlənir. Yəni bir-birini əvəzləyirlər. Sadəcə bu bəs ədatı bəzən ədat kimi işləmir. Hansı məqamda ədat kimi işlənməyəcək? Əgər kifayət mənasını verirsə, burada bəs artıq ədat kimi işlənməyəcək. Məsələn, deyirəm ki, elədiklərin daha bəsdir. Bəsdir. Elədiklərin daha kifayətdir. Kifayətdir. Deməli, burada bəsdir nədir?
ədat yox, ədat mövqeyində çıxış etmiş sayılmayacaq. Bu cümləni bizə verər. Deyər ki, cümlədə 2 dənə ədat işlənib. Xeyr, bir dənə ədat işlənib, o da daha ədatıdır. Bəs burada ədat deyil. Ədat haqqında da bu qədər kifayətdir məncə. Bir də bir qaydanı da qeyd edeyim. Ondan sonra elə və belə sözlərindən danışdıq. Bunlar dedik həm ədat kimi işlənir, fərqləndirməsi haqqında da danışdıq. Dedik həm ədat kimi, həm əvəzlik kimi işlənir. Bir də ən rahat yolunu sizə deyim necə fərqləndirirsiniz. Elə sözü o cür, bu cür mənalarını verirsə, baxın o cür, cümlədə o cür, bu cür mənalarını verirsə, əvəzlikdir. Yox, məhz sözü ilə əvəzləyə biliriksə, məhz sözü ilə o mövqedə də çıxış edəcək nə? Ədat kimi. Sonra bu belə, biz keçən dəfə sa plus da-nın da bağlayıcı kimi işləndiyini danışdıq. Da-dənin, sa plus da olanda, sa plus da-də olanda burada da-də nədir? Ədatdır. Və sa plus belə olduğu bütün sxemlərdə də belə ədat mövqeyində çıxış edəcək. Bu günlük də bu qədər.